Salam, hər vaxtınız xeyir, dəyərli xanımlar. Yenə mən gəldim. Yeni bir vlog ilə qarşınızdayım. Necəsiniz, əziz bacılarım? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Məni soruşsanız, şükürlər olsun, mən də yaxşıyam. Bilirəm soruşacaqsınız ki, haralardaydın, yenə də yuxa çıxmışdın. Siz soruşmadan mən deyim. Düzdür, soruşanlar da olmuşdu, yazıb maraqlananlar olmuşdu. Sağ olun diqqətinizə görə ki, niyə vlog paylaşmırsınız Sevinç xanım? Yəni yenə də üzürlü səbəblərdən vlog paylaşa bilmirdim. Məlum məsələ, dediyim kimi keçən xına vloqunda da demişdim, başımız xeyir işə qarışıb, ona görə biraz qaça-qaçda, qova-qovdayıq. Başımız ona görə qarışıqdır. Ondan da əlavə, yəni öz işlərim də var idi. Toyla əlaqəli qaynanamgilə rayondan qonaqlar falan da gəlmişdi. Neçə gün ora gedirdik. Ora gedib gəlmək, yəni qonaq getmək, qonaq qarşılamaq belə, yəni ki, ona görə də heç bir vaxt tapıb mən video paylaşa bilmirdim. Belə neysə ki, hər şey artıq normala dönüb və mən inşallah ki, bundan sonra davamlı olaraq videolarımı paylaşarım sizin üçün. İndi isə keçək bu vloqumuza. Qızlar, deməli bu vloqda nələr var? Özət keçim ki, maraqlı olsun sizə izləməyə. İlk öncə belə kargo açılımı ilə videomu başlatdım. Daha sonra davamında isə toya hazırlıq. Biraz kiçik alışveriş etmişdim, onu çəkmişəm və toydan da biraz oradan-buradan bir kadrlar çəkmişəm. Deməli, bu qızlar, bu dediyim kimi, bu kargo mən Temu'dan olan hədiyyələrimdir. Temu'da Farmland oynadığım oyun var, oradan qazandım. Artıq 3-cü dəfədir ki, qazanıram. Yəni, onu da ona görə çəkdim ki, kimisi deyir ki, oradan mümkün deyil qazanmaq. Yəni, bunu subut olaraq göstərirəm ki, qazanmaq mümkündür və burada kod yazacağım. Bunu Temu'da axtarışa girib, həmən oyuna qoşula bilərsiniz, siz də oynaya bilərsiniz. Və 2 ədəd belə özümə ayaq geyimi aldım. Ayaqqabı, biri yay üçün, biri qış üçün. İkisi də çox rahatdır. Ən əsas da bu krasovkanı çox bəyəndim. O qədər rahat krasovkadır ki, çox ürəyimə yatdı bir sözlə. Siz də dediyim kimi koda daxil olaraq siz də oynayıb qazana bilərsiniz. Yəni bu o bir gün öncə olan çəkiliş idi. Kargom gəlmişdi. Toydan bir gün qabaq. Bu isə növbəti gündən olan çəkilişdir. Burada artıq toy günüdür. Dediyim kimi başım qarışıq idi. O rəfələrdə vlog falan çəkə bilmirdim. Amma ki, bir vlogum hələ də qalır. Çoxdan çəkdiyim vlogdur. Onu da silməyə əlim gəlmir. Onu da inşallah bu vlogun ardınca editləyib, montajlayıb təqdim edəcəm sizə. Və belə. Burada isə növbəti gündən olan çəkilişdir. Səhər oyandım. Bəzi işlərim var idi. Çox az onları etdim. Ertə oyanmışdım çünki toy günü idi. İşim çox idi. Tez durduğum günlərdən biridir. Və işlərimi etdikdən sonra, daha sonra hazırlaşıb getdim. Bəzi bir-iki alnası şeylər var idi. Zabrat avayımdan getdim. Onları aldım, gəldim. Oğlum aparıb gətirdi məni. Daha sonra başladım hazırlaşmağa. Bu dəfə də salona getmədim. Güya demişdim ki, bu toyda salona gedəcəm. Orada bəzənəcəm, amma yenə də getmədim, nəsə. Evdə yenə də özüm hazırlaşdım. Və hazırlıq üçün bəzi şeylər çatmırdı. Belə oğlumla getdim, aldım, gəldim. Orada çəkiliş etmədim. Elə qaça-qaçla getdim, tez, yəni kameranı qoşmadan tez alışverişimi edib, daha sonra qayıtdım. Artıq yolda qaydanda çəkdim buradan. Əslində, yəni deyəcəksiniz, toy günü niyə gedib alışveriş eləyirsən? Yəni öncədən də getmək olardı, amma dediyim kimi, bir neçə gün öncədən artıq rayondan gələnlər var idi, qonaqlar, ona görə də çıxa bilmədim. Yəni öz işlərim qaldı. Getmişdim, yəni qaynanamgilə gedirdik, səhər gedirdik, axşam qayıdırdıq. Çünki qonaqlar var. Qaynanamı istəmədim tək qoyum. Qonaqların yeməyini, içməyini hazırlamaq üçün. Bir sözlə, belə, burada da yeni ayaqqabılarımı göstərirəm. İnanın, o qədər rahatdır ki, qızlar. Çox sevdim də mən bu ayaqqabıları. Krasovkaları daha doğrusu. Deməyim odur ki, qızlar, yəni bu səbəblərdən
işlərimi edə bilməmişdim. Yəni işlərim deyəndə o dediyim kimi bir-iki çatışmayan şeylər var idi ki, hansı almasıdır. Onları əvvəldən ala bilmədim. Ona görə də qaldı belə toy gününə və nələr aldım burada onu göstərirəm sizə. Oğlumun köynəyinin altından ağ köynək giyinəcəkdi. Köynəyin altından giyməyə, maykaların hamısı artıq köhnə idi. Belə İstədim ki, təzə bir mayka olsun. Belə mayka aldım 7 manata. Onu Fidan Moda evinin kişi bölməsindən almışdım. Digər hamısını isə Zabrat AVM-dən almışam. Burada da özümə bir dənə kapron kalqutka götürdüm. 3 manat desən 30 qəpik idi, səhvləmirəmsə. Artıq qiymətləri də unutmuşam. Hətta indi qiymətləri göstərirəm sizə. Baxıram qiymətləri görmürəm çünki gözüm çox zəif görür. O da ki, tənbəllik edirəm, eynəyə gedim, götürüm, taxım, baxım. Bir sözlə nəsə 3 manat neçə qəpik arasında idi. Daha sonra bir dənə Adston bitmişdi. Adston götürdüm. O da deyəsən 2 manat 50 qəpik idi. Və bir də saç lakım bitmişdi. Əsas da yəni buna görə getmişdim. Yəni o biriləri almasam da olardı. Vacib olan saç lakı idi. Onun üçün getdim. Belə bir dənə 6 manat desən 6.50 ya 6.30 idi qiyməti. Saç lakı götürdüm. Və elə bunların hamısını Zabrat AVM-dən almışam. Dediyim kimi oraya yeni açılıb və münasib qiymətədir hər şey. Hətta bu gördüyünüz bir dənə də belə bir çaşka götürdüm. Bu çaşkanı da yəni deyəs ki, indi nə əlaqə bu toy günü bu çaşka. Prosta dedim birdən sonra bitər. Qiymətini gördüm ki, çox ucuzdur. Ona görə dedim fürsətkən alım. Və belə bu cür çaşka burada da qiyməti göstərirəm. Cəmi 2 manata almışdım. Heyf ki, yəni üstümdə pul az götürmüşdüm. 1-2 dənə, 3 dənə dəyişikli, fərqli şəkilli olanları istəyərdim götürüm. Neysə dedim heç olmaya biri də olsa alım. Yəni ki, mən elə çaşkaları, elə fincanları mən minimum 5 manatdan aşağı görməmişəm də heç yerdə. Ona görə 2 manat görəndə mənə belə bir qiyməti çox ucuz gəldi. Ona görə də birini götürdüm və belə bir böyük bıçağım yox idi. Yox idi deyəndə var, artıq kütləşmişdi. Ona görə bir dənə də böyük bıçaq götürdüm çörək doğramaq üçün. Və ten çəkmək üçün kistlərim artıq xarab olmuşdu. Tükləri artıq çox belə şey olmuşdu, cotdaşmışdı. Ona görə bir dənə də belə ten şotkası da götürdüm 2 tərəfli. Və belə qızlar, aldıqlarım bu qədər oldu. Və elə daha sonra dedim fürsətkən, həmən günündə, yəni toy günü bilirsiniz, qaça-qaçda olur insan, çəkiş etməyə, yəni güclə vaxt tapırdım və birdən yadıma düşdü ki, sizə toya giyinəcəyim kombini də görsədim. Ümumiyyətcə belə bacım, bilirsiniz bu geyimlər bacım tikib mənə. Yəni primerka vaxtında çəkmişdim. Dedim hazır vəziyyətində çəkim sizə, tam hazır vəziyyətində görəsiz. Belə əlləri qızıl bacım, çox belə qəşəng, səliqəli paltarların ikisini də tikib mənim üçün göndərib. Yoldaşım getdi götürdü. Çox gözəl də qaldı, yaraşdı. Allah ona can sağlığı versin, əlləri dərd görməsin. Ümumiyyətcə bacım olduğuna görə demirəm, çox səliqəli, çox gözəl əl işi var. Əl qabiliyyətinə yəni söz ola bilməzlər bacının. Düzdür, soruşanlar da olur ki, hər dəfə məndən yəni istər bu şeydə YouTube-da olsun, istəyir belə real həyatda soruşurlar ki, bacı harda işləyir? Yəni müştəri kimi yanına getmək üçün onu deyim ki, yəni bacımın əvvəl media işçisi olduğuna görə telestudiyada işləyib, özünün özəl müştəriləri var. Və həmən, yəni yenə də məsləhətləşərəm, əgər məsləhət görərsə, mən sizə ünvan deyərəm, amma belə bilirəm ki, özünün, necə deyim, özəl müştəriləri var da, onlar üçün tikir ancaq. Və belə, sağ olsun, mənə də ağrıya saldı, işimi gördü, Allah canını sağ eləsin onun, çox qabağa atdı məni, materialda bilirsiniz, özündən tikdi, vaxtı ilə demişdim keçən vlogda da bu materialları bacım
anam üçün almışdı ki, ona paltar tiksin. O da qismət olmadı. Yəni həmən ərəfələrdə də mama yataq xəstəsi oldu. Daha sonra da dünyadan köçdü. Neysə qızlar, belə bir sözlə qismət olmadı mamaya və belə bacı da dedi, pis baxmarsansa, yəni ürəyimə pis gəlmərsə, istəyərdim ki, sənə tikim, sən geyinginən və belə. Sağ olsun, tikdi mənə, çox qəşəng, çox səliqəli 2 dənə toy paltarı və yenə parçalar var. Onlar dedi ki, başqa vaxt yenə şey eləyərəm, boşluq olanda. İnşallah ki, onlar da başqa vaxt tikər mənim üçün və burada da belə tam kombinimi göstərirəm. Toya isə bu qara donu geyindim. Bu Temu'dan aldığım çanta deyim, klaç deyim, nə deyim, belə bir klaç almışdım toy üçün. Onu götürdüm. Deyəs ki, çox sadədir toy üçün, amma mən həmişə bilirsiniz, toya sadə giyməyi çox xoşlayıram. Ümumiyyətcə sadəliyə üstünlük verirəm hər zaman. Və ayaqqabı olaraq da ayaqqabımı görmüşdünüz. Keçən xınada da giyindiyim həmən bu. Bunu da Temu'dan almışam. Sadə belə biraz belə topuqlu, balaca topuqlu ayaqqabıdır. Çox rahatdır bu da. Bunu giyindim və çantada qızılı aksesuar, yəni tonlar olduğuna görə elə qızıl aksesuarları keçən xınada da taxdığım bütün bu aksesuarları taxdım. Belə kombinim bu şəkildə oldu. Təəssüf ki, tam hazır olandan sonra o qədər tələsik qaça-qaçdı. Çünki saat 4-də biz oğlan evində olmalıydıq. Çünki oradan da getməliydik hələ qız evinə, gəlin götür deyə getməliydik deyə. Çox tələsərək iş görürdüm, qaça-qaçla hazırlaşırdım. Ona görə də tam özümü də çəkə bilmədim hazır vəziyyətdə. Amma belə yenə də bilmiş oldunuz da nə geyindim toya. Və burada da dediyim kimi əvvəldən vaxtım olmadığına görə uşaqların, evdəkilərin də geyimini hazırlamamışdım. Yəni kiçik və ortancıl oğlum getmişdi toya. Onların da dedim geyimini yuyub, yəni veşilkada qoymuşdum, amma əvvəldən niyəsə ütüləməmişdim. Çünki nə qədər ütülüyüb sərgəli qoysan da veşilkaya biraz da olsa oradan buradan qırışlar düşür də qaldıqca. Ona görə həmişə anında, yəni məqamında ütüləyirəm, lazım olan momentdə ütüləyirəm. Ona görə də elə ütülənməmiş qoymuşdum veşilkada, yəni şvanyerə. Bu da yoldaşımın geyimi. Bunu da belə par ütüsü ilə üstündən bir dəfə keçdim. Ütülənəsi nə varsa hamısını ütülədim. Evdəkilərin geyimini də hazırladım. Yəni evdən hər kəs getdi bizdən. Bir tək böyük oğlum işlə əlaqəli gedə bilməmişdi. Və belə qızlar, burada da artıq gəlmişik oğlan evinə. Dediyim kimi vaxt olmadığına görə elə oradan buradan qarışıq biraz gələcək sizə. Yəni nə çəkə bilmişəmsə onu təqdim eləyirəm sizə. Və gəldik burada oğlan evinə, daha sonra getdik qızı, gəlini götürüb oradan da getdik restorana. Və çox maraqlı, çox gözəl toyumuz keçdi. Cəmi subaylara qismət olsun bu gündən. Allah hər kəsin evində bu toy şənlik qismət eləsin. Və istəyirəm burada videonu artıq şərximi yekunlaşdırım. Videonu öz səsi ilə izləyəsiniz. Burada da görürsünüz baldızımı, geyimi bir yerdə almışdıq bu arada. Deməyim odur ki, qızlar, videonu ola bilər ki, indi bilirəm, öncədən təbriklər də yazasınız. Keçən dəfə xınada da təbriklər yazdınız, amma cavab olaraq şərh yaza bilmədim sizə. Çox sağ ol bildirə bilmədim. Niyə görə ki, bilirsiniz, yəni eyni sözü mən cavab olaraq siz təbrik yazsın, mən sizə çox sağ olmu bildirərək eyni söz yazmış olurum və YouTube-da belə eyniliyi görüb spama salır. Ona görə də hər kəsə yəni cavab yaza bilmədim, amma dedim elə burada toplu şəkildə çox sağ olmu bildirim sizə. Çox sağ olun, Allah razı olsun. Öpürəm hər birinizi. Allah ürəyinizə, gözəl qəlbinizə görə versin. Bilirəm bu videonun altından da təbriklər yazasınız. İndidən hər birinizə təşəkkür edirəm. Allah razı olsun sizdən. Və belə qızlar, siz videonu da izləməyə davam edin. Mən isə sizinlə burada sağollaşıram.
Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Öpürəm hər birinizi. Növbəti vlogda görüşərik. Hələlik. Salam. Anam, bacım, kız gəlir. Düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlir. Anam, bacım, kız gəlir. Əl-ayağı düz gəlir. 7 oğul istərəm, bircə dənə qız gəlir. Hər üçündən çıxsın. Bütün evde şey diye bir şey sıradan uzağına oynamayı bir böyle Ne geldi? Nurcan geldi. Bak. Ne geldi? Bak. Geldi mi? değil mi o şıkkı?
Ha, 2 dəfə 200-dən düşür. Sanırım çekim senin gözlerini Şahidim şimdi yazım saçlarına Baktım ki saklıyım bu ellerini Sensizliğim düşükten en güzel yaşamlar Görmüşsün kez bozulduğum bana Küfür olsa günler oraya Gözler olun bakım gece olsun bana Sen arsın ki ben de sevdim Birgə tortumuzu kəsək, ardınca həsrin günlərdə daha sonra disko mahnılar gələcək edək muradlarımızın şərəfinə. Bəyimiz gəliriz, buyursunlar, zəhmət olmasa. Təbii ki, gecəmizdə subay bəylər, xanımlar, bazı belə gözəl günlərdə sizlərə rəsim olsun. Gelirsən? Tohumlar, əzizlər, tohumlar. Thank you.